Deməli bu arıya 25 mart tarixində ikinci mərtəbəni atdıq. Korpusu fərqli yolla atdıq. Birinci mərtəbəyə boş çərçivələri verdik və arını bütünlüklə ikinci mərtəbəyə qaldırdıq. Həmçinin bu arı güclü koloniya olduğuna görə indiyə qədər bu arıdan 2 qapalı yumurtalı çərçivə alıb digər zəif arılarımıza vermişik. Hal-hazırki vəziyyətinə baxaq. Görək, ana arı düşüb aşağı yumurta atıb yoxsa yox. Çünki bu cür qat-atma yəni çox xoşuma gəlir. Çünki arının yumurta atımını yaxşılaşdırır. İsti hava yuxarı qalxdığına görə. İndi arının birinci mərtəbəsinə baxaq. Birinci mərtəbədə vəziyyət necədir? Bir də əsasmazdıq. Keçən səfər baxanda aşağı mərtəbədə arılar qabartmışdılar pətəşləri, amma yumurta yox idi. Şimdi bir dəfə baxaq görək, yumurta var yoxsa yox. Arılar bu kənarda balığa bənzər bir şey yaradıblar. Yəni arı nüfusu həddindən artıq çoxdur. Hava tutqun olduğuna görə də bütün tarlaçı arılar içərdədir. Yəni arıların agresivliyi ən yüksək həddədir artıq. Yəni məcburiyyətdən bugün baxmalıyıq, gecikdirmək istəmirəm. Artıq bir həftədən çox da arıya baxmıram. Sümrüklə qabardıblar pətəyi. Amma hələ ki burada yumurta yoxdur yəni. Dəqincə axır vaxtlar havanın soyuq keçməsi ilə əlaqəli hələ də anaları aşağı düşüb yumurta atmış. Həm də arının gücü bir qədər zəiflətdiyi deyə. Aşağı pətəkləri bir qabarmış bir xan pətək olaraq verilir. Yəni arıcılıqla. Yox, aşağıda hələ də yumurta yoxdur. Amma arı nüfuzu çox gözəldir. Yəni, çox yaxşıdır. Burada mənim üçün vacib olan, ən vacib olan. Arını indi elə həddə saxlamaqdır ki, arı beçiyə meyllənməsin. Yəni may ayı ən təhlükəli aydır. Həm arını güclü saxlamaq, həm də beçiyə meylləndirməmək. Balansı qoymaq məncə biraz çox çətindir. Artıq burada yumurta var. Çox güzel. Ama artıq aşağı yumurta atmağa başlayır. Mart ayının 25'i, şimdi ayın 10'u. 15 gün müddətlə. Çok güzel. Ama burada yumurta atmağa başlayıb. Havalar düzələndən sonra məncə bu yumurta atımı aşağıda sürətlənəcək. Onlar keçərli anarısıdır. Cinsi bakmasıdır. Çok güzel. Azıcık geliştirme bakmağa ihtiyac yok. Arını rahat eləməyə dəyməz. Bağlayaq. Arı belə hal-hazırda götürsək 15 çərçivəli ölçəcək güzdədir. Yəqin ki, aşağı mərtəbələri tamamilə yumurta atıb ötdükdən sonra aprel 30-dan sonra bu arı üçün 3-cü mərtəbəni vermək var. Yox. Yuxarı mərtəbədən də bir iki çərçivəyə baxım. Ama yalar daha günlük yumurta. Yani başkalarında necədir bilmirəm ama müşahidə edədiyim odur ki, birinci mərtəbəyə boş pətəklər verir. Arını yumurta yuxarı qaldırdıqda yuxarıda ana arının yumurta atımı çox yaxşılaşır. Amma ənənəvi üsulla yuxarı qapalı çərçivə qaldırıb 3-4 çərçivə atdıqda
Anar yuxarı qalxır, yuxarıda yumurta atır, amma demək olar ki, aşağıda yumurta atmır. Digər yeşikdə yəni onu müşahidə edim. Süper nəticə. Çox süper bir yumurta atılmış. Beçiyə qətiyyən meyllənmə yoxdur. Yəni həvəs üsküyü belə qoymayıblar. Çox gözəl. Var ilə daha işimiz yekunlaşdı.